Sizi kazanacak da. Kazanmır. Apellyasiyada barışıq olsa məntəqə tiplinə çevrilmə şansı var. Məntəqə tipli də nə deməkdir? Yəni evdə dustaqlığı. Ev dustaqlığı. Ev dustaqlığı da elə bir şeydir də. 51 günə inşallah, amma yəni 50 gün yatmalıdır aşkım. O cinayet var ortada. İnşallah barışıq. Əksinə siz ailəyə xoş gedin. Ailəyə xoş olan videolar paylaşın. Tənqid eləməyin. Hamı bax, hamı içi mən qarışıq. Birlikdə video çəkək. Ailəyə buradan duyuru göndərək ki, barışıq elan eləsin. Ailə bağışlasa, yəni bağışlasın da, yəni desin ki, bağışlayırıq da, başa düşsən, ailə bağışlarsa, apellyasiyada getsə bu 50 günə barışacaqlar. Yəni 50 günə ev hapsında. Əksinə siz qarşı tərəf haqqında pis-pis kommentlər, pis-pis videolar yazırsınız və ailəyi qıcıqlandırırsınız. Ailə qıcıqlandanda da heç barışığa gəlməz ailə. Ay aşkım, o qədər görürəm ki, ailə, yəni oğlu ölüb başa düşsəm, heç olmasa nə qədər sevinsə də, nə qədər də burada bir ölüm var. Arzumu sevənlərə deyirəm, əgər çıxmasını istəyirsinizsə, cəzasının azaltmağını istəyirsinizsə, ailəyə əksinə barışıq videoları çəkin. Məsələn, barışsınlar, bağışlasınlar, başa düşürsünüz, o da bir anadır, onun da 4 dənə evladı var, yazıq günahdır və o evladı anasız qoymaq elə yetim qalmaq kimi bir şeydir, başa düşürsünüz. Bu da anası yoxdur deyə, deyəsən Almanyada bunun evladlarını yetimxanaya qoyacaqlar. Ay, nə qədər kötü bir durumdur. Vay 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 vay. Ha, o qədər ağladıq ki, orada inanırsınız. Ağla da gözüm şişdi, Allah haqqı. Apellyasiya qərarı ləğv eləyə bilməz aşkım. Apellyasiya əgər barışıq da olsa, bağışlanma da olsa 50 gün sonra ama ailə desə ki, biz bağışlayırıq, apellyasiya deyəcək ki, biz məntəqə tipliyə çevirək. Ona görə Bu, yəni bu insanlar arasında İnsanlar arasında danışılan bir şeydir. Sadəcə əgər barışıq... Yox, qanunen belə bir şey yoxdur və onda qanunen deyilsə yalana nə danışılır ki? Əgər barışıq olsa, məntəqə tiplinə çevrilmə şansı var. Barışıq olsa. O da yenə məhkəmə olacaq, keçiriləcək, orada yenə əsaslar qoyulacaq. Hətta yəni əgər barışıq olsa, ailə desə ki, bağışlayırıq, barışıq olsa, bu dəqiqə ailəyə qıcıqlandırırlar, ay aşkım. Az nə videolar görürəm, ailəyə qıcıqlandırırsınız, ay nə bilim, rəhmətə getmiş oğlan haqqında nələr deyirsiniz, ailəyi çox qıcıqlandırırsınız, ailənin ürəyində bəlkə bir həftə sonra mərhəmət oyanacaq, bəlkə bir videolar görəcək, bəlkə evladları çıxıb video çəkəcək, ailə bir ürəyinə, bir əksinə, ailə tərəfdə olun ki, yəni yaxşı bir şey deyin ki, arzuma xeyirlidir bu. Arzumun özü bilirsiniz Aytənə nə deyib? Çıxanda Aytənlə bilirsiniz də yaxın dostluq. Aytənə deyib ki, bu konuyu çox sosialləşdirməyin. Nə mənada? Yəni deyir ki, arzum konusunu arzum deyə paylaşmayın ki, unudulsun. Heç olmasa ailə tərəfində durun ki, bu mənə xeyirlidir. Deyir, siz əksinə ailəyə pis kommentlər yazsanız, pis videolar çəksəniz, burada barışıq olmayacaq. Ailə bundan barışılması lazımdır ki, heç olmasa apellyasiyada ailə desin ki, mən barışıram, bağışlayıram da bunu. Bu qızı bağışlayıram, buna heç olmasa ev dustaqlığı falan versinlər, başa düşürsünüz? Vallahi arzumun özü deyib. Ama yani elə ay arzum ya. Ah. Vallahi düzdür. Ne kadar adam var idi ama orada var. Bir oğlan gelmişti. Bir oğlan dedi ki kuzu getir. Ne getirmişim? Kurban getirmişim. Koyun getirmişim. Yanımdaydı. Dedi ki koyun getirmişim. İnşallah çıksa koyun elə dedi. Burada məhkəmə qabağında keseceğim falan filan da. Yazık oğlan. Allah, koyun qaldı maşının içində. Barışıq olmalıdır. Ailəyə buradan səslənirəm. Ey gözəl ana, ey gözəl Amalın anası, Allah rəhmət eləsin. Həyatdır da, o həyatdır, başa üstə hər bir kəsin başına gələ bilər, Allah haqqı. Yolda gedə bilərik. Bax, mən də maşın sürürəm. Allah bütün sürücülərin yardımcısı olsun inşallah. Allah şərdən, xətadan, böhtandan, qəzadan, durduq yerə, yəni durduq yerə qəzadan, durduq yerə bəladan qorusun Allah hər kəsə. Ola bilər gedib
o bilerek vurmuyup ki, başa düşürsüz mü? Olup daha sola dönüp bir da şey diyeyim. istemezdi. O da istemezdi. Başa düşürsüz. Belki Amal da istemezdi o sürətten gelsin. Ya olup da bir şey olup başa düşürsüz. Hayattı da bu. Yani gözle kaşın arasında da onu söyleyeyim. Ama barışık lazımdı. Belki indi sinirlidiler. Bu videoları ona göre değilim. Aile hakkında pis pis şeyler yazmayayım. Pis bir şey videolar çekmeyeyim. Valla bu arzum için pisti. Eksine güzel barışık videoları, editleri düzeldin. Barışık editleri düzeldin. Ne bileyim aileyle Arzum barışık, mahkemede böyle editler eləyir size. Suni intellektle falan öyle bir şeylerin ki aile görende sevilsin, hiç olmasa bir gelbi birazcık bir şey olsun. Ayol ailenin üstüne gelir, su da gıcıklanır da aile olarak gıcıklanır, oğlu ölüp de. Başa düşürsüz olmaz axı. İnşallah barışık olar. Barışık olandan sonra 50 gündən sonra da apelyasiyalar. Apelyasiyada eğer barışık olarsa, bağışlama olarsa inşallah güzel bir cevap gələ bilər. Yani böyle bir şey düşünün. Yoksa çok da şey eləməyin. Belə başka? Hə. Bu arada Ayten'le danışmıyor. Vekil tarafına Ayten'e bildirip ki... Ha yani vekil tarafından, yani Arzum vekil değil, vekili değil Arzum'un vekili. Yani ne mənada? 50 gün sonra da. Bildirip ki, vekiline bildirip ki, yani vekil de Arzum'a bildirip ki, yani mənim hakkımda danışmıyor ama aile tarafı... Arzum'un özü deyip ki vekile, Biz bak çıkanda tarafı dedim. danışmayın. Dedi ki, Danışmayın. dünən danıştık öyle mi Ayten'le? Deyiblər ki, aile hakkında pis danışmayın. Arzumun özü deyip ki, eğer beni çok sevirsinizsə, lütfen ve lütfen aile hakkında ağzınıza gelen videoları çekmeyin. Bu benim için problemlidir. Onların da canı ağrıyor. Tabii ki mesela o çıkıp orada sevinmeler falan. Yani ne bileyim, atasını gördüm Arzu'nun, ay ne pis durumdaydı. Yazık ata be. Yazık ata. Allah hakkı. Ay bəziləri də deyirdi ki, TikTok aile yıxdı. TikTok aile yıxmır. Göz nəfəslə insanı yığan. TikTokla nə dəxli ay aşkım? TikTok yani ailesiyle 4 tane evladıyla oturup komik videolar çekirdi də. Yani ne var orada? Yani oturup ailesiyle video çekir, eriyle başında. TikTok'a ne bağlıyorsunuz onun? Ne alakası var? Gizgi şeyler çekirler, gizgi şeyler yazırlar ki aile hakkında ki bilmeden. Allah hakkı belki yaxşılığına çekirsiniz. Əksi də bu Arzumun pisliyinədir valla. Hə inşallah əksinə barışıq üçün bütün hamı ayağa qalxa ki barışıq, bağışlanma ola, barışıq ola. Allah haqqı ölümlü dünyadır da, onda 4 tane evladı var, yazıqdır, o da yetim qalır. O evlatları Almanya o evlatları yetimxanaya verəcək. Bunu da yeni öyrəndim. O qədər üzüldüm ki, o gündən bəri ağla bir hal olmuşam Allah haqqı. Ben yetimxanaya niye verir ki? Zaks olmadığına göre değil mi? Ya o da hele danışılan söhbətlərdir də, o da dəqiq bir şey değil. Ama yani o da dəqiq ama ne bileyim, bu tutulduğuna göre deyirlər ki yetimxanaya da koya bilərlər. Əsas odur ki, hər iki tərəf də yaralıdır. Ay bir de bilirsiniz məni nə çok duygulandırdı. Arzum məhkəməyə girdi, salona girdi. Deyəsən Arzum tərəfdən 2 nəfəri buraxıblar, ailə tərəfindən də 2 nəfəri də. Mənə təsir elədi, anası zəng elədi Niko'ya. Biz danışdıq belə anasından. Ay Allah, anasının səsi bir tirim titriyir, Arzum'un anasının. Ay bir titriyir. Deyir inşallah aile orada barışıq eləyər, bir şey bağışlanma ola. O qədər tir titriyir ki, mən də deyirəm ki, ürəyini rahat tut, hər şey düzələr, hər şey düzələr. Nə bilim. Amma mən onu bildim. Buradan sizə deyirəm ki, Arzumu çok büyük kandırıplar. Bilmirəm, daha yüksek bir nəfər Arzumgiri çok kandırıp, ha? Niye lıkışmıyorum? Gayet de lıkışacağım. Arzumu çok kandırıplar ki siz orada tutulmayacaksınız diye. Yazık Arzum da, Ayten de öyle sevinerek girdi ki mahkemeye. Ben özüm de şok oldum. Dedim hakikaten tutulmayacaksınız. Dedik ha, çok sevindim ben de. Bunu kandırıplar getirdik yani. Ne gerek var ha? Ki bence onu kandırıplar ki özüne zarar vermesin. Ben buradan diyeyim. Özüne zarar vermesin diye bunu kandırıplar ki tutulmayacağım falan filan diye. Ne bileyim yani, bilmiyorum. Hamıya inanıp ama o kadar ben özüm günümdeydim. O kadar hamıya inanıp ki başa düşse hamıya inanır, yazık neynesin. Ay inşallah ya. Karşı taraf bu arada bu Amal, Allah rahmet eylesin, Amal taraf çok yaxşı insanlardı. Yani o deyirlər, aşivədirlər, insanların üstüne şığıyır. Gayet de medeni bir şekilde durmuşlar məhkəmə zalın qabağında.
Bizə Valla gəlib deyirlər oradan ki, bizi de gördüler salamlar ehtiyatlı böyle olun uzaktan böyle dediler. Ha, bize gelip dediler aile ihtiyatlı olun falan filan. Heç, çox da Sadece karşı tarafla barışık. O da bir anadır, o da onun, o da Arzum da bir anadır. Ana anaya anlayar. İndi olabilir de belki ürəkləri şeyləmir. hər iki tərəf. Her iki tarafa inşallah. Bence onlarda da bir ürək var. İnşallah üstüne bir hafta falan geçsin. Onlar da ürəkləri cız eləyər. Mən sənə deyim, indi isti de axı olay. Ona göre. Yani barışık olay Allah. Amin. Allah hakkı ya Allah. Oğlanın da məkanı cənnət. Hə, mekanın cennet olsun. Ay ana, ay bacı. Ana barışmak istəyir de biraz bacı şeymiş, Amalın bacısı. Sertdi de değil, barışmak istəmirəm. İnşallah ya, barışalar, ne olar. Az bir sesimi eşidin. Ay inşallah barışık ola. Barışık olandan sonra da apelyasiya çıxsa, orada da güzel hakimimiz inşallah ev tustaqlığı verər. İnşallah görək yani, ne bilim. Hiç olmazsa şu ev tustaqlığı versə də bile uşağını görə biləcək. Başa düşsən? İnşallah. Barışık. Ona göre karşı taraf hakkında pis videolar çekmeyin. Karşı taraf hakkında pis şeyler yazmayın. O da bir anadı. Onun da evladı gidip gencecik evladıydı. Gencecik oğluydu. Ne o istedi ne Arzum istedi. Oldu. Hayattı. Niye? Yani o süretten geldi değdi. Herkesin başına gelebilir. Ben de sürücüyüm. Day bacı. Ben de böyle yavaş yavaş yol gede daldan süretten biri gelebilir. Her şey olabilir. Başa düşürsünüz mü? Her şey. Allah'ın gözlənmədiyi adı olmalı. Yani olabilir. O da istemez. Sadece Arzumun da bir cümlesi mənə çox təsir elədi. Dedi ki, keşke o maşın mənə dəyəydi, mən də ölərdim demişdi, Allah haqqı. Orada elə pis olmuştum ki. Demiş ki, keşke belə mənə elə maşınımın qabağını sıyırsaydı, deyir elə mən də orada ölərdim. Deyir, eğer olsa bu mənim üçün ölüm kimi bir şeydi də demişdi. Ne bileyim, Allah rəhmət eləsin qarşı tərəfdə. İnşallah barışıq ola, ya Rabbi, inşallah. Hay Allah, aile beni eşit, ne olur barışın. Bağışlayın, ne olur. Xahiş edirik, valla. Bağışık olsun, lütfen, ne olur, ne olur. Hay inşallah, göre hele indi sıcaktı, inşallah olar. Ha, bu konuyu indi birazcık bırakaq. Neyse, Allahu Ekber. İndi oradayıq, qara bak. Ha deyirəm ciddi olum, ciddi olamam. Neyse, durun, ha, bu konuyu bırakın. İndi qara sarışqa giymişik, qara indi hamının başı bəlalı, dərdli durmuşuq ora. Neyse, Allahu Ekber, gəlirlər, şəkil çöktürürlər. Az deyirəm ki, millət ayıbdır da. Uşaq gəlib də qıramıram. Mənim bu qəlbim var ya, Allah kahretmesin. Yox deyə bilmədiyim üçün elə bu durumdayam. Yox dedə, bəd bax, yoxdur, deyəmirəm. Birinə yox deyirəm, ürəyim ağrıyır. Az elə yerdə gəlib şəkil çəkdirmək istəyirsiniz ki, rahmimi daraldırsınız. Allah kahretmesin. Neyse, cəhənnəm uşaqdır da, yaxınlaşır anasıyla, atasıyla, cəhənnəm çəkdirirəm. Neyse, bir dənə Mıx Məmməd. Ha, adını çəkməyəcəm. O istəyir adını çəkim, amma asla. Ay Allahu Ekber, durmuşuq, dua edirəm, deyirəm, ay Allah Arzum, bir dənə də qohum xanımdan getmişəm. Görünmək istəmir də, bədbax, Arzumu çox sevdiyi üçün gedib ora. Görünmək istəmir. Az deyirəm ki, valla çəkəcəkləri, mənim görə problem. Deyir aşkım, deyim, cəhənnəm gəl. Neyse, dedim ki bir çekerler, iki çekerler değil de. Vay, bir tane Mıx Məmməd. Bak Allah aşkına bak. Bak, bir tane Mıx Məmməd. Velizar da buradadır. Velizar da buradadır. Aha, yaxınlaşıb ha vermək istəyim mi? Ya Allahu Ekber, ha belə dönürəm ki görünməyim. Ciddi durmağa çalışıram beləyəm. Az mən beləyəm, daldan çevrilir, gəlir. Mən belə çevrilirəm, o daldan gəlir. İndi yayını düşürək ki, yayını olur 5K. Təzdən məni çəkir, yayını olur 10K. Yayını düşür 5K, təzdən məni çəkir 10K. Allahu Ekber. Mıx Məmməd kişi məni daraltdı. Allaha and olsun, iki qıllı kişisən. İnsanda biraz karakter olar. İnsanda biraz şey olar. Bak ora magazin səhifələri də gəldi. Medyada gəldi. Bir dəfə uzaqdan çəkdilər. Söyüş röportaj istəmədilər bir də. Çox qanım qaraydı. Baxmadım onlara ki, məndən röportaj istəsinlər. Ay bu Mıx Məmməd sana nə olub? Jurnalist də deyil bir şeylər o. O jurnalist bir şey. Ana var, bir dənə ana. Neyse adını çəkmirəm. Ona ata demeyeyim, ana deyim. O həqiqətən. Neyse, gəlin o Mıx Məmməd nə olub, bədbax oğlan, biraz nəfəs alım. Divanda hoppanır, tullanır, ama kameralara bakmaz. Görürsünüz, bu da sizin fenomeniniz. Bu da sizin meşhurunuz. O derdi da bədbax
yoxla. Allahu Ekber, qarşıda da ailə mənə baxır, mən də məhkəmə tərəfə dönmüşəm. Bu gəlir, bu gəlir. İndi mən belə dönmüşəm axı. Təzədən məhkəmə salonunun içinə girir. Gedir orada ağaclıqdır. Nədir? Ay Allah, ağaclığın arasına gizlənir. Gəlir məni çəkir. Ay Allah, ora çıxıram, ağacın başına çıxır. Ay nə olub, bədbax oğlan. Güya indi iş arzumu məsələsi mənə döndü. Az arzum getib qalıb, qarşı tərəf qalıb orada, məhkəmə salonu, hamı məni çəkir. Az nə olub? Az mən yazıq da belə durmuşam, Allahu Ekber, ya Rabbim içimdən sayıram, indi dala qayıdıb kameraya bir şey desəm, yorğanım tüstürüdü bilirsiniz. Adı bir şey desəm pis. Ay ben ne qarim, mən Niko da deyir sus, daha qızışıram, başım yanır içim. Bu deyir sus, Rəfiq oradan deyir az sus da problem olar, indi baxma da indi. Allahu Ekber deyirəm, tamam susuram ya Rabbim, neyse yandım yaxıldım bu kişi, 3 saat məhkəmə. Bu kişi mənim bırakmadı, rahmimin içine kadar çekti. Aşağı eğilen bile gizlerine ağaçlığın oraya gelir, başından çekir. Allahu Ekber, hara gidip kayıtlarda paylaştılar, görürsün. Neyse, yandım yakıldım, artık ne gayrım dedim, yanıram, orada yanıram, yandırırlar beni, yandırır. Az kalıp kurakta beni çekirler, daraldım axı. En sonunda belə elədim. Ne gayrım, dara durmuşam, görür beni çekir, bak belə, dönme, görürəm, bak ses gelir, Məhəmmədin ses dadı. En son belə elədim. Ne gayrım? O şey demekti de, yani vızgırt get demekti. El çekti, el çeken kişi istemiyorum da görünmek. Bu yalla bir defa çektim, iki defa çektim, bəsdir de danışmak istemiyorum. Axı gelir gelir dalımdan söz sokur. He, divanda hoplanır düşür ama kamerama dönmür. Ay senin ne danışım? Jurnalist bize bir şey çəkir, qasım qaşır, belimi qaşıram. Belimi indi neyse bunu eləyəndən sonra həqiqətən Allah haqqı belim qaşındı orada. Belim qaşanda da mən belə barmağımı falan şıtlatmağı sevirəm də. Belim qaşanında neyse belə qaşımışam, uzağa çatmırdı. İndi onu başta belə eləmişəm ama indi onu tutup paylaşmışım. Sizsiniz, xəbərmi yoxdur, yəni giş şeyler eləyirsiniz, Allah'ım esirgesin, az prim yığın, hiç olmasa yaxşı bir şeyden prim yığın, ət tökən xəbərlər eləyirsiniz, yüksək səhifələrsiniz, patrol tutub orada. Yanımdaydı o patrol azın əməkdaşı, yanımdaydı, anamın canına and içirəm. O xanım var idi, o xanım yanımdaydı. Bak görür ki o ana var ya, ana. O ana oralarda gəzdir, tamam danışır. Mən də o xanıma eşitdirmək istəyirəm, düz yanımdaydı. Mən də xanıma eşitdirəm ki, gör neçə iki qıllı kişi də utanmır. Sabahdan məni çəkir, özüm ona eşitdirəm ki, eşitsin də patrol azdı falan filan. Az evə gəlirəm ki, patrol az məni paylaşıb ki, Velizar təqid edici hərəkət edeyim. Ha! Allahu Ekber. Neyse sonunda gördüm bu belirlerim yine çekmir. Ne gayrım artık SOS. Bu dünyaca meşhur bir hareketli de. Bu arada haberiniz olsun. Eğer tehdit altındaysanızsa bilirsiniz ki mesela bir markete falan birinin yanında zorla durmuşsunuzsa bu hareket SOS, help me. Yani mənə köməklə hareket edir. Başa düşdün mü? Bunu belirleyirəm ki help me. Artık mənə kömək eləyin. İstəmirəm. Vızgırsın bu hayatımdan vızgırsın. Rahmimin içine kadar çekir. Ay iftahın oğlu var. Neyse bu onun hareketi. Hareketlere bak. Ay millet görün. Hareketlere bak. Milletin hareketlerine bak. Fenomeninizin hareket. Kül koymuş. Mən də başım aşağı salmışa veririm. Mən indi birdən insanım. Ne kadar baş aşağı durmuyor. Ora baxıram. Başımı qaldıracağım başlayır. Hə, bu mübareğin üzündə deyir gördüm axır ki. Sen deyir. Allahu Ekber. En son ağlayıram gelip kulağımı çekir az. Hara qaçım. Maşını da elə pis yerə saxlamışam. Külü qoyub təpəmə. Az orada ağlayıram. Dala dönmüşəm. Uşaqlar maşınımın yanında şəkil çəkdirib. İlahi Pərverdigar. Allahu Ekber. Sen bu insanlara ağlayır. Allah'ım ya Rabbim. Az sonra şəkil çəkdirmək yeridir. Az bir yazır ki Velizar ağlayırdı yoksa fotosesya eləyəcəkdim. Az siz xəstəsiniz. Ben orada Allah stresim, o tutulma anım ağlıma gelip Allah kapısını açsın, aile orada ağlayır. Az millete gidip maşınımı çekecek, maşınım yanında çekecek, yandırıp yakırlar beni. Bir şey de diyemiyorum. Neyse yani Allah'ım akıl fikir versin ay bacı. Yani hiç olmasa orada da değil yani ne bileyim yani vallahi billahi bilmirəm. Belə konuyu bunu danışacaqdım. Barışıq olsun. Buradan Allah rəhmət eləsin. Yeri cennet olsun. Amalın ailesine seslenirəm. Ne olar barışıq eləyin. Ölümlü dünyadır. Ne güzel vallahi savab da kazanarsınız. Dua da ederler. Ne olar ve ne olar.
Barış'ın, onun da 4 evladı var. O da bir anadır. Hamının başına gelebilir. Allah hakkı hamının başına. Belki cahil olup, size zengeleyip, yalvarmayıp, ayağınızın altına düşmeyip, belki size istediğinizi vermeyip, cahil de olabilir de. Ama barışın ne olar, bir tane bağışlama barışık olsa bu konu apelasyaya gidecek. Apelasyada da gedende inşallah hakimimiz de ev tutaklığı verebilir. Yani böyle bir düşüncedeyim inşallah. Yani ama 50 gün yine yatacak. İnşallah barışık olsun. Ona göre amal hakkında, aile hakkında pis pis yayın açıp giş danışmayın. Pis pis yorumlar yazmayın. Allah rahmet eylesin. O da bir anadır. Onda canı sızlıyor. Pis pis şeyler yazmayın amal hakkında. Çünkü bu Arzum'a pisti. Pis bir örnekti Arzum'a. Bu Arzum'un hayatı için pislikti. Amalı ailesini tekrirlemeyip o karşı için pisti. Ekstra barışık editler eləyin, barışık videolara atın. Bir şeyleyin, bütün hamı birleşsin desin ki bağışlasınlar, barışsınlar. İnsanların nifak tohumu. Nifak tohumu sepirsiniz, onlara da gıcık yaradırsınız. Olmaz, olmaz. Tohumu sepin. Nifak tohumu sepin. Hadi yani barışık. Belə. Dedim ki yayın açın belə danışım bu konu hakkında. Bu arada bugün 5. gündü. İnşallah bilirsiniz hafta sonları yayın açmıram. Belki pazar günü açacağım. Bir de 1. gün devam eləyəcəyik. İnşallah 1. gün yine her zamanki kimi deyib gülüb eğlənəcəyik. Hayat devam eləyir. Vay ölənin halına ay bacı. Allah hamd olsun. O deyirlər anam öləcək, özümü öldürəcəm. Can şirin şeydi. Atam öləcək, uşağım öləcək, özümü öldürəcəm. Ölümlü dünya, vay ölenin halına, vay giden halına. 2-3 gündən sonra 1. gün açacağım, ben de deyip güleceğim. Siz de deyip güleceksiniz. Ona göre hayat devam eləyir, vallahi devam eləyir. Pisliği eləməyin, deyip gülüp eğlenin. Yaxşılıq eləyin, bir tek size o kalacak. Ona göre deyirəm. Yani o 5 il geçse ne olacak? Yani başa düşün, 5 il getdi, 4 evladısız kalacak. Cavan hanımdı, 36 mı ne yaşı var, 40 neçə yaşında çıkacak. Babası ne olacak heç nə? Gedip yattı. Yani hamının başına gelebilir hiçbir şeyde. Hamının başına gelebilir. Ben de maşın sürüyorum. Allah bütün sürücülere yardımcı olsun. Allah hamını şer, hata, böhtan, qəza, beladan, durduk yere boka düşmekten korusun. Amin inşallah. Ona göre olan bir şeydi. İnşallah bağışlama olar, barışık olar. Ölümlü dünyadır vallahi billahi. Canımsınız. Bunu demek için yayın açtım. Çünkü bugün deyip gülüp eğlenebilmərəm. Ayıptı. Diyecekler o gün gülür, ağlayır, bugün deyip gülür. Ona göre inanırsınız 2 gündür özüme gelənməmişəm. Editler falan karşıma çıkır. İnanırsınız kalbim cız elir o amalın editi, Arzumun editi, videolar karşıma çıkır. Cız 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 kalbim elir vallahi. Barışık, barışık, barışık. Ay beni izleyen 41 bin nefer. Sizden rica edirəm. Belki beni sevmirsinizsə sevmeyin. Ama sizden rica edirəm. Ne olar? Karşı taraf hakkında pis pis videolar, pis pis komentler yazmayın. Ne Arzum ne karşı taraf hakkında. Eksine barışık eləyin. Barışık videoları paylaşın. Bağışlanma editleri eləyin de. Onları suni intelektle güya bağışlayıplar. Böyle bir şey ailenin karşısına da çıksın, bir üreyi cız eylesin Allah aşkına. Allah amala da rahmet eylesin. Allah Arzum'un da kapısını açsın. İnşallah yakın bir dönemde yüreğimde öyle bir his var ki bağışlanma olsa çıkabilir. İnşallah Allah atasına da, Arzum'un atasına da can sağlığı versin, sabır versin. Anası vay 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 vay. Ne bileyim iki taraf da çok pis durumdadır yani. Canımsınız, özünüze çok yaxşı bakın. Takip edin. İnşallah 1. gün yine de deyip gülüp eğlenmeye devam edeceğiz. Takipte kalın. Hamınızı çok sevirəm. Hediye atan, atmayan, kalbe tıklayan, ekrana tıklayan hamınızın yanağından öpürəm. Son kez de demek istedim ki Allah birinin belasını versin. Yani məndə də elə olub. 2 ildir dost demişəm, neçə ildir dost demişəm. Bir baxıram ki mənim quyumu qazıb. Allah sən bəlanı versin. Elə düşdüyün o durumun 2 katını yaşayasan. Ad çəkmirəm, bilənlər bilir kimi deyirəm. Yani ne de olsa dosttu be. Dost Allah'ın cezası. Oturup çörek kesmişsiniz. Ben Arzum'la 10 ildir dost değildim. 2-3 defa oturup Gebele'ye falan tatile gitmiştik. 1 ayda tanıyırdım. Oturup onun eğlencesini sevdi. Eğlenceli insandı. Başa düştüm. Gideceğinde 4 duvar arasına. Eğlenceli bir insan. Yani dost sana yol Allah'ın cezası yani. Ne bileyim. İğrenç insansın. Gerçekten sana zehlem gelir. Yaşadıklarının 10 katını yaşa, anla ne deyirəm. Yani neyse çok danışmak istəmirəm. Her şeyim tüstülü de olsa. Yüreğimden geçenleri dedim, canımsınız.
Ürəyimsiniz. Allah hamınıza can sağlığı versin. Allah bu 40 bin nəfəri, izləyiciləri, ekran kaydı kim izləyirsə, kim məni dinləyirsə bu dəqiqə, Allah hamını şər, xata, böhtan, pis insanlardan, pis niyyət dostlardan, sənin üzvə gülüb arxanla quyuvu qazan insanlardan, mələk görünümlü şeytan insanlardan Allah hamını qorusun. Nə bilim xətadan, bəladan, qəzadan, durduq yerə poxa düşməkdən Allah hamını qorusun. Pis dostlardan, pis insanlardan amin inşallah. Çalışın, qoruyun özünüzü. Çalışın, ölməyin, öldürməyin, yaxşılıq eləyin. Nə bilim, yəni bilmirəm, nə bilmək, həyatda yaşayırıq. Belə inşallah barışıq olar. Hamınızı çox sevirəm. Takip edin. Geceniz xeyrə qalsın. Bunun üçün açmışdım. İnşallah ya bazar günü açsam story atacağım. Takip edin Instagram'dan buradan. Ya da ki birinci gün devam edeceğim. Yine de biz insanıq. Deyip gülüb eğlənəcəyik. Vay ölənin halına, vay gedən halına. Ona göre deyirəm ki diqqət eləyin ay aşkım. Vallahi diqqət. Anan atan en yaxınında olsa vay ölənin halına. Bir ay ağlayacaklar. Sonra unuttu gitti. Deyip gülüb eğlənəcəksən. Həyat da ona göre diqqət eləyin. Canımsınız, özünüze çok yaxşı bakın. Geceniz xeyrə, Ramincim, Sabicim, hamınızı çok sevirəm. Bugün ne deyip gülüp eğlenebilirim. Ayıptı deyiciler, dünən ağlayır, bugün gülür. Ona göre olmaz. Canımsınız, özünüze yaxşı bakın. Barışık editi videoları paylaşın Allah aşkına. Pis karşı tarafa da yorumlar, Arzu tarafa da yorumlar yazmayın. Canımsız, geceniz xeyrə. Hiç kimsenin düşmesine, hiç kimsenin tutulmasına, hiç kimsenin ölümüne gülmeyin. Bumerang da hayat. Bir bakarsanız güldüğünüz en yakınınızın başınıza geldi. Özünüze geldi. Ona göre pis komentler falan yazmayın. Hayat bumerang da hayatım. İnanırsan ya bugün ya sabah ya 10 yıl en yakınından, en özünden bile çıkacak. Bugün olmasa da sabah. Canımsınız, geceniz xeyrə. Bay bay, takip edin kız, bildirimleri açın. Görüşerik. Hamınızın yanağından öpürəm. Hamınız çok Allah hamınıza can sağlığı versin. Sağ olun, sağ olun, sağ olun.